Sabahınız xeyir. Kanalıma ve yeni videoma her biriniz hoş gelmişsiniz. Günümü hər səhər olduğu kimi yenə də uşaqların istəkləri ilə, səs-küyləri ilə açıb başladım işimə. Artıq havalar soyuyub, İlqar da bir çox uşaq kimi gecə yatanda üstünü açıq saxlayır. Biz də düşündük ki, belə olsa ona soyuq olar, bəlkə böyük yorğanı açsaq üstünə onu aça bilməz. Amma deyim ki, bir xeyri də olmadı. Elə burada o yorğanı götürdüm, gecə üstünə atdım, amma ki, elə onu da üstündən açdı. Böyük oğlum çox dəcəl bir uşaqdır. Yəni böyüklər demiş o diyaloqdur. Eynən bu dəcəlliyi, eynən bu hərəkətliliyi sanki yuxuda da davam edir. Yəni yuxuda da sakitləşib bir yerdə yata bilmir. Dayanmadan hərəkət edir, dayanmadan çevrilir, bir yerdə yatır, 5 dəqiqə sonra başqa bir tərəfə gedir. Bilmirəm bu sadəcə indiki dövrün uşaqlarına xasdımı, yoxsa ümumiyyətlə həmişə belə olub, sadəcə fikir verməyiblərmi? Kimi dindirsən uşaqların dəcəlliyindən şikayət edir. Ancaq keçmişdən necəsə uşaqların hamısına baxa biliblər, çatdıra biliblər. Üstəlik də ev işlərinin hamısını çatdıra biliblər. Mən isə uşaqların ev işlərini demək olar ki, çatdıra bilmirəm. Daha doğrusu mənə qalsa çatdıraram, amma mən yığışdırdıqca oğlum da tökməyə davam edir. Sonra da getdim veteran tostoranımı gətirdim, gəldim otağı tostoranıma. Bunu bu hala qoyan da oğlum olub. Çünki o qədər şlankından dartıb ki, əvvəl bir neçə dəfə yerinə keçirə bildim. Axırda isə tamamən qırıldı. Mən də məcbur belə yapışdırmalı oldum. Ümumiyyətlə mən əvvəllər elə bilirdim ki, ana olmaq çox asan bir şeydir. Uşaqlar insanı heç incitmir, heç bir şeyə əsəbləşmirsən. Yəni anaların ana olmadan ana olmağı başa düşməzsən sözünü ana olandan sonra həqiqətən də başa düşdüm. Yəni uşaqlar sadəcə yeyib, içib, oynayıb yatmırlar. Uşaqlar adamı sözün əsl mənasında yorurlar. Hətta bəzən fikirləşirəm ki, ailə qurmamışdan, uşaqlarım olmamışdan əvvəl mən görəsən nəyə yorulmuşam? Yəni yorulmuşam deməyə necə haqqım olub? Niyə yorulmuşam? Nə iş görmüşəm? Nə haqla günün sonunda özümə mən bugün çox yorulmuşam demişəm. Amma təbii ki, nə qədər yorulsaq da, nə qədər əziyyət çəksək də, hər şey övladımızın bir gülüşünə bağlıdır. Onların gülüşü ilə, onların gözəllikləri ilə hər bir şey unudulur, keçir. Yorğunluq da, əziyyət də. Allah bütün körpələrimizin gözəl üzlərinə həmişə gülüş qismət eləsin. Və inşallah arzusunda olan bütün insanların evində körpə səsi gəlsin. Bura qədər çox danışdım. Hələ ki biraz mən susum, siz isə videonu izləyin. Yataq otağını silib süpürüb qutarandan sonra keçdim qonaq otağına. Qonaq otağında elə bir şey yox idi. Sadəcə yerə tökülmüş domino daşları var idi. Burası soyuq olduğuna görə burada oturmuruq.
Sadəcə o dominaları yığışdırdım, stolun üstünü birazca yığışdırdım və buradan da çıxdım. Buradan da keçdim giriş hissəni təmizləməyə. Buralmaları oğlum tökmüşdü. Ümumiyyətlə evdə harda dağınıq nə olursa böyük ehtimalı oğlumun işidir. Ümumiyyətlə nadənçliklər, dəcəlliklər ondan sorulur. Otaqları bitirəndən sonra da keçdim mətbəx təmizliyinə. Nədənsə mətbəx təmizliyini həmişə axırda etməyi sevirəm. Stolun üstündə olan artıq əşyaları, artıq qabları yığışdırdım, çirkli qabları isə bir əl hərəkəti ilə yox etdim. Sonra da keçdim qazın üstünü təmizləməyə. Sobanın rəngi qara rəngi olduğuna görə bütün toz və ləkələri tez bir zamanda öz üstünə çəkir. Mətbəx bebinin üstünə birazca çay və yaxud da başqa bir sarkök kimi ləkələr düşən kimi o dəqiqə izi burada qalır. Ona görə də vaxtaşırı kometlə təmizləyirəm ki, izləri getsin. Nə təsadüfdür bilmirəm, amma mənim hər dəfə video çəkdiyim gün eyni zamanda bizim çörək bişirdiyimiz gündən üst-üstə düşür. Ona görə dedim ki, çörəyi hazırlamaqdan da bir kadr çəkib videoya əlavə edeyim. Burada çörəyi yayıram, üzərinə yumurtalayıram,
Çəngəllə bir neçə yerdən deşirəm ki, havası bişəndə çıxsın, şişib yuxarıya yapışmasın. Ondan sonra da göndərirəm sobaya. Və bu da bizim evdə heç zaman bitməyən iş, paltar yumaq. Ondan sonra da keçdim içəridə hamam tualeti təmizlədim, amma oranı çəkmədim. Çünki düşündüm ki, bunu videoya əlavə eləmək o qədər də etik deyil. Ona görə sadəcə güzgünü sildiyim kadrları çəkdim. Vəssalam. Və belə evdən hələlik bitirdim. Düşdüm həyətdə biraz təmizlik işləri görməyə. Bu krantın üstü açıqdır. Bura həmişə yağış tökülür. Ona görə bura paslayır, kirəçlənir, pis günə düşür. Üstü açıq deyil artıq bağlanıb. Ona görə düşündüm ki, buranı da yuyum, təmizləyim. Tam olaraq təmiz olmasa da bacardığım qədər biraz pası getmiş olsun ən azından. Buranı bacardığım qədər təmizlədim və bundan təmiz olmur. Bunlar sement şeyləri də getmiş. Burada da var. Bunlar yəni getmirlər. İndi gedirəm buradakı tualeti və buranı təmizləməyə. Burada üstü açıq olduğuna görə yarpaq tökülür, zibil tökülür. Əslində buranı heç istifadə eləmirik, sadəcə biraz təmiz olsun istəyirəm. Belə buranı da təmizlədim. Düzdür, 1-2 gün sonra yenə də üstdən yarpaqlar töküləcək, eyni vəziyyətə düşəcək, amma yenə də. Ondan sonra da keçdim həyəti süpürməyə. Və qaçınılmaz bir həqiqətdir ki, mən nə vaxt həyət süpürürəmsə, həmin gün axşam mütləq külək əsib hər şeyi əvvəlki vəziyyətinə qaytarır. Baldızım piraşki bişirəcəkdi, ona görə gətirdim, həyətdə peçidə yandırdım. Bir yandan dadlı, ləzzətli piraşkilər, bir yandan isə qaynanamın hazırladığı çığırtma. Paltarlar da yuyulmuşdu. Düşürdüm onları, sərdim. Qurumuş paltarları isə yığıb çıxartdım ki, birazdan qatlayaram.
Kürəklər də yumşaq qalması üçün həmişəki kimi ortadan böldüm, bir kloka yığdım və soyuducuya qoydum. Artıq gün də bitdi, bir tərəfdən mən də bitdim. Bir stəkan çay içib istirahət etmək vaxtıdır. Əgər videomu bura qədər izlədinizsə, bəyəndinizsə, kanalıma abunə olub, like atmağı unutmayın. Hələlik.